Salam, hər vaxtınız xeyir. Deməli, bugün baxırıq EMAŞEM Tədris Mərkəzinin keçirtdiyi sertifikasiya üzrə ümumi sınav imtahanı 7-nin suallarının izahı. Deməli, birinci sualımızdan başlayaq. Birinci sualda deyir ki, qayışla bir-biri ilə əlaqələndirilmiş çevrələrdə A nöqtəsinin fırlanma tezliyi n olarsa, eyni mərkəzli çevrələr üzərindəki B və C nöqtələrinin fırlanma tezliklərini təyin edin. Deməli, A-nın tezliyini bizə n olaraq verir. Qayışlı ötürmədə, deməli, xətti sürətlər bir-birinə bərabər olurdu. Sadəcə period radiusdan düzüm transfasdır. Qalan bütün kəmiyyətlər radiusdan tərs idi. Deməli, burada A çevrəsi ilə buradakı C çevrəsi bir-biri ilə qayışla əlaqələndirir. Deməli, bunlarda tezlik radiusdan tərs asılı olacaq. Baxın, A-nın radiusu R-dir. C-nin radiusu isə 2R-dir. Radius 2 dəfə artıb. Radius 2 dəfə artıbsa, tezlik 2 dəfə azalır. Deməli, C-nin tezliyi olur n/2. Burada C və B eyni mərkəzlidir. Eyni mərkəzli olduğu üçün, yəni eyni zaman müddətində bu B və C-nin radius vektorları eyni bucaq dönməsəydi, yəni eyni qədər dönəcək. Dönürlərsə bucaq sürətləri eynidir, oradan da tezliklərinin də, periodlarının da eyni olduğunu deyə bilirik. Yəni, B-nin tezliyi də elə n/2 olur. Hər ikisi n/2 olar, yəni 0.5 n olar. Doğru cavab olur E variantı. Növbəti sualımız. Maddi nöqtə 4 qüvvənin təsiri altında düz xətli bərabər sürətlə hərəkət edir. F1 plus F2 bərabərdir 3F3 olarsa F4 tapın. Deməli, deyir ki, maddi nöqtə 4 qüvvənin təsiri ilə bərabər sürətlə hərəkət edir. Bu o deməkdir ki, bu cismə təsir edən bu 4 qüvvənin əvəzləyicisi 0-dır. Yəni, vektorial olaraq bu 4 qüvvənin cəmi 0-a bərabər olmalı. Çünki bərabər sürətlə hərəkət edirsə, üzərindəki əvəzləyici qüvvə 0 olmalı. Əvəzləyici qüvvədə cismə təsir edən 4 qüvvənin cəmi, yəni F1 plus F2 plus F3 plus F4 cəmi 0-a bərabərdir. İndi, məsələnin şərtində bizə verir ki, F1 ilə F2-nin cəmi 2F3-dür, 3F3-dür. Deməli, baxın, bu F1 ilə F2-nin cəmi 3F3 olur. Deməli, onda buradan nə alırıq? 3F3, burada da bir dənə F3, deməli olur 4F3 plus F4 bərabərdir 0-a. Buradan o zaman F4'ü alsaq, bu mənfi 4 F3 vektorunu verilmiş olur. Deməli, baxın, F4 mənfi 4 F3'ə bərabərdir. Burada modulu dediyindən, deməli, F4 özü 4 F3'ə bərabər olacaq. Cavab olur E variantı. Üçüncü sual. Cismin hərəkət tənliyi x bərabər 2t kvadrat minus 3t plus 5 şəklindədir. Cismin sürətinin proyeksiyası 5 metr/saniyə olan anda cismin koordinatı neçə olar? Deməli, sürəti 5 metr/saniyə olan anda. Deməli, biz əvvəlcə bunu tapmalıyıq. Bu cismin sürəti neçənci saniyədə 5 metr/saniyə olur? Bunun üçün, baxın, bizə koordinat tənliyi verir. Deməli, sürət koordinatın zamana görə törəməsi. O zaman buradan törəmə alsam, deməli 2t kvadratın törəməsi edir 4t. Minus 3t'nin törəməsi 3. 5'in törəməsi 0. Deməli, bu cismin sürətinin proyeksiyası deyir 5. O zaman V'nin yerinə 5 qoysam, 5 bərabər 4t minus 3'dür. Deməli, buradan 4t 8'ə bərabər olur. T o zaman 8/4'dən eləyir 2 saniyə. Yəni, ikinci saniyədə bu cismin sürəti 5 olub. İndi həmin zaman anında koordinat necə olur? Aparıb zamanın yerini koordinat tənliyində 2 saniyəni qoyuram. Deməli, 2 vur 2t kvadratı, yəni 2'nin kvadratı minus 3 vur 2 plus 5. Deməli, bu eləyir 8 minus 6 plus 5, o da 7-ci koordinatda olduğunu göstərir. Cavab olur D variantı. Növbəti sualımız. Müsbət Q yükünün yaratdığı elektrik sahəsindən şəkildəki kimi mənfi Q yükü gətirilərsə, A nöqtəsində elektrik potensialı
məsafəyə R desək. Deməli, müsbətin A-da yaratdığı intensivlik kənara doğrudur. Deməli, burada hal-hazırda baxın, sağa doğru bir Y intensivliyimiz var və müsbət yükündə A-da yaratdığı bir müsbət potensial var. Yəni, yaratdığı potensial K Q bölünsün R-dir. Yarattığı intensivlikdə K Q bölünsün R kvadrat. Biz buna fi deyək, buna da Y deyək. Yəni, ifadə olaraq bu şəkildə. İndi deyir ki, burada həmin bu sahəyə mənfi Q yükü gətirsək, A nöqtəsindəki potensial və intensiv necə dəyişir? Bura mənfi P yük gətirdinsə, yəni buradakı mənfi Q yük. Burada R adlandırsaq, o zaman mənfi Q yükünü artıq A nöqtəsində yaratdığı bir potensial olur. İkincisi, nə olur? K mənfi Q bölünsün R, yəni mənfi fi. O zaman A'daki yekün nə olur? Baxın, A'da bir müsbət fi vardı və bura bir dənə mənfi fi gəldi. Deməli, A'daki potensial olur 0. Yəni, əvvəl fi idi, indi 0 oldu. Demək ki, potensial azaldı. Potensial azalar. İntensivliyə gələndə isə mənfi yükün A'da yaratdığı intensivlik özünə doğru olur və yenə K2 bölü R kvadratdan bunun da yaratdığı intensivlik Y olacaq. Deməli, indi burada bunlar bir-birinə perpendikular olduğu üçün A nöqtəsində. A nöqtəsindəki yekun artıq ikinci halda Pifagordan tapılar və Y kökdə 2 olur. Deməli, birinci halda A nöqtəsindəki potensial sadəcə Y idi, müsbətin yaratdığı Y idi. İndi oldu Y kökdə 2. Bu artmış oldu. Deməli, intensivlik isə artar. Potensial azalar, intensivlik artar. Cavab olur E variantı. Sonra növbəti sual. Uzunluğu 120 metr olan qatar düz xəttli bir yolda V sabit sürəti ilə hərəkət edir. Qatar şəkildəki koordinatı keçdikdən 8 saniyə sonra tamamilə tunelə daxil olur. Buna əsasən qatar tamamilə tunelə daxil olduqdan neçə saniyə sonra tuneli tamamilə tərk edir. Deməli, biz əvvəlcə bu qatarın sürətini bir təyin edək. Bizə bir şərt verir. Qatar şəkildəki koordinatı keçdikdən 8 saniyə sonra tamamilə tunelə daxil olur. Deməli, qatar bu koordinatı keçir. 8 saniyə sonra tamamilə tunelə daxil olur. Bax, qatar tunelin içərisindədir. Deməli, bu qatar nə qədər yol gedir? Burada qatar irəliləmə hərəkət edir. İrəliləmə hərəkətində də cismin üzərində hər hansı bir nöqtənin nə qədər yol getdiyini tapsaq, demək ki, bütöv bir cisimdə elə o qədər yol getmiş olur. Məsələn, qatarın arxa ucunda bir nöqtə götürürük. O nöqtə buradaydı. İndi həmin nöqtə gəlib bura çıxmış olur. Deməli, onda bu nöqtənin getdiyi yol qatarın uzunluğu qədər, demək ki, qatar da öz uzunluğu qədər yol gedir. Və bunu 8 saniyədir. O zaman qatarın sürəti bərabər, qatarın yolu böl zamandır. Qatarın yolu 120 metr oldu və 8 saniyədir. Deməli, bu qatarın sürəti olur 15 metr bölünsün saniyə. İndi məsələnin davamında deyir ki, buna əsasən qatar tamamilə tunelə daxil olduqdan, yəni hal-hazırda tamamilə tunelə daxil olduqdan neçə saniyə sonra tamamilə tuneli tərk edər? Bax, artıq bu qatarın əvvəlki halına yox. Bu hala baxırıq və bu haldan neçə saniyə sonra tuneli tamamilə tərk edər? O zaman indi baxın, qatarın arxa ucundakı nöqtə əvvəl burada olur. Qatar tuneli tərk etdikdə burada olur. Bu nöqtələr arası məsafə gedilən yolda, o da tunelin uzunluğudur, yəni 480 metr. Deməli, onda ikinci halda zaman bərabərdir. Gedilən yol böl sürət, gedilən yol oldu tunelin uzunluğu qədər, yəni 480 metr və bunu 15 metr böl saniyə sürətinə gedir. Deməli, bu olacaq o zaman 30, bura eləyir, deməli, 3 elədi 45, 30 da bu eləyir 32 saniyə. Doğru cavab olar C variantı. Altı nömrəli sual. Düz xətli hərəkət edən cisimlərin yer dəyişmələrinin zamandan asılı qrafiki verilmişdir. Euler-Venn diaqramında bəndlərə uyğun ifadələri müəyyən edin. Deməli, burada baxırıq, birinci cismin yer dəyişməsinin zamandan asılı qrafikine baxanda görürük, bu cisim bərabər yavaşlayan hərəkət edən bir cisimdir.
İkinci isə yer dəyişmənin zamanlaması qrafiki düz xəttdir. Bu isə bərabər sürətlə hərəkət edən cismə aiddir. Deməli, sürəti sabit olan bərabər sürətlə hərəkət edən cisimdir. Bir burada. Təcili sabit olan bərabər yavaşlayan hərəkət edəndir. Qüvvələrin vəziyyəti sabit və sıfırdan fərqlidir. Təbii ki, təcili hərəkət edəndə qüvvə olar və təcili sabit olduğundan qüvvəsi də sabitdir. Qüvvələrin vəziyyəti sıfır olan düz xəttli bərabər sürətlə hərəkət edən cisimdir. X ox istiqamətində hərəkət edir. Hər iki cismin yer dəyişməsi də müsbətdir. Yəni, hər iki cisim də X ox istiqamətində hərəkət edəcək. 2, 3, 5, 1, 4, yəni A variantı doğru cavab olur. Növbəti sualımız. Temperaturu 300 Kelvin olan ideal qazı 100 Kelvin qızdırdıqda sərbəst hərəkət edə bilən çəksiz porşin yerini necə dəyişər? Deməli, temperatur 300 Kelvindir. Yəni, birinci halda temperaturumuz 300 Kelvindir. Deyir ki, ideal qazı 100 Kelvin qızdırdıqda. Deməli, ikinci halda temperatur artıq 400 Kelvin olacaq. 300 idi, 100 qızdırdılar. Bu proses izobardır. İzobar prosesdə, deməli, təzyiqlə, yəni izobar, yəni təzyiqin sabit qaldığı prosesdə temperaturla həcm düz mütənasibasıdır. Deməli, birinci halda da həcm V1, ikinci halda V2 olsun və həcm artacaq. İndi bu həcmi necə taparaq? Bu porşinin ən kəslik sahəsində S deyək, burada birinci halda uzunluğu, bax 30-dur. Deməli, birinci halda buradakı ideal qazın həcmi V, deməli, SL1-dir. İkinci halı isə SL2 olacaq və bu da necə olur? Burada ideal qaz qızdığı üçün həcm artmalıdır, yəni temperatur artsa həcm artmalıdır. Deməli, porşin burada sağa doğru bir hərəkət etməlidir ki, bax, porşin sağa doğru hərəkət edəcək. Yəni, ikinci haldakı o L2 uzunluğu, baxın, artıq burada. Deməli, burada porşin necə yerinə dəyişir? Porşin sağa doğru hərəkət edib, sağa doğru sürüşüb. Və burada indi neçə santimetr sürüşüb, bunu tapmalıyım. Bunun üçün mənə L2 lazımdır. Nə dedik? İzobarda temperaturla həcm düz mütənasibasıdır. Yəni, T1-in T2-yə nisbəti elə V1-in V2-yə nisbətidir. Burada T1 300 Kelvin bölünsün T2 400 Kelvin bərabərdir. V1 SL1 bölünsün V2 SL2. S-lər gedər, sıfırlar gedir. 3 bölü 4 bərabərdir. Deməli, L1 30 sant bölünsün L2. Buradan alıram ki, L2 40 santimetr olur. Deməli, bax, bu uzunluq 40 santdır. O zaman porşin nə edib? Əvvəl 30 santaydı, indi 40 santı gedib. Deməli, 10 santimetr sağ tərəfə porşin sürüşmüş olur. Doğru cavab olar burada D variantı. Növbəti soru. Radiusu 20 cm olan çevre üzrə hərəkət edən maddi nöqtənin radius vektoru zamana görə 2 plus 5D qanunu ilə dəyişir. Onun xətt sürətini hesablayır. Əvvəlcə biz bucaq sürətini taparıq. Deməli, bucaq sürəti dönmə bucağının zamana görə törəməsidir. Buradan onda bucaq sürətini alsam, 2-nin törəməsi 0, 5-nin törəməsi eləyir 5. Deməli, bucaq sürəti 5 radian bölü saniyəyə bərabərdir. İndi radiusda olduğu üçün o zaman xətti sürət V bərabərdir omega R-dan tapılar. Burada yerinə qoysaq, bucaq sürəti 5, radiusu 20 sant, yəni 0,2 metr. Deməli, onda sürəti 1 metr bölünsün saniyəni vermiş olur. Cavab olar B variantı. Doqquz nömrəli sual. P və N tip keçiricilik haqqında verilən məlumatlardan hansı doğrudur? Deməli, P tip keçiriciliyə belə deyək də, müsbət bir keçiricilik kimi baxırıq. N tip keçiriciliyə də negativ, mənfi bir keçiricilik. Deməli, P tip keçiricilikdə deşiklər rol oynayır. Deşiklər vasitəsilə keçiricilikdir. Deşiklər də özlərini müsbət yük kimi aparırlar. Demək ki, burada elektronlar daha az olur. Yəni, burada elektron çatışmamazlığı var. P tipdə bu doğrudur. Deşiklər daha çoxdur. N tipdə elektron artıqlığı var. Bax, bu da doğrudur. Çünki N tip keçiricilikdə əsas yük daşıyıcı elektronlardır. Yəni, elektronlar daha üstün təşkil edir. 2 doğrudur.
P tip keçiricilikdə əsas yük daşıyıcılar elektronlardır. Xeyr, P tipdə əsas yük daşıyıcı deşiklərdir. Yəni özlərini müsbət kimi aparırlar. N tipdə əsas yük daşıyıcı elektronlardır. Burada doğru cavab olur 1-2 C variantı. Baxırıq növbəti suala. Növbəti sualda deyir ki, sürtünməli üfüqi səthdə sükunətdə olan 5 kiloqram kütləli cismi hərəkət etdirmək üçün üfüqi müstəviyə paralel minimum 20 Newton qüvvə tətbiq edilməlidir. Buna əsasən eyni müstəvidə 10 kiloqram kütləli cismə üfüqi müstəviyə paralel 50 Newton qüvvə tətbiq edilərsə, hansı təcillə hərəkət edər? Deməli, burada bir üfüqi müstəvi verilib. Bu üfüqi müstəvi üzərində bir dənə 5 kiloqram kütləli bir cisimimiz var hal-hazırda. Və deyir ki, həmin bu 5 kiloqram kütləli cismi hərəkət etdirmək üçün üfüqi müstəviyə paralel minimum 20 Newton qüvvə tətbiq olunur. Deməli, bax, burada bu olan 5 kiloqram kütləli cismi hərəkət etdirmək üçün lazım olan minimum qüvvə, dartı qüvvəsi 20 Newtondur. Bir cismi sükunət halından hərəkət etmək üçün lazım olan ən kiçik qüvvə həmin cismə təsir edən sürtünmə qüvvəsi qədər olmalı. Deməli, burada birinci cismə təsir edən bu sürtünmə qüvvəsi 20 Newtondur. 20 Newtondur ki, 20 Newton qüvvənin təsiri ilə, yəni minimum 20 Newton qüvvənin təsiri ilə həmin bu cismə hərəkət etdirə bilirik. Deyir, indi buna əsasən eyni müstəvidə, bax, eyni müstəvidə artıq 10 kiloqram kütləsi olan bir cismi, bax, kütləsi 10 kiloqram olan bir cismi üfüqi müstəviyə paralel 50 Newton qüvvə tətbiq edilərsə, deməli, artıq təsir edən dartı qüvvəsi deyir 50 Newton olarsa, aldığı təcil necə olar? Təbii, artıq mən bu cismə təsir edən sürtünmə qüvvəsini də tapmalıyam. Bax, sürtünmə qüvvəsi burada 40 Newton olacaq. Niyə 40 Newton? Kütləsi 5 kiloqram olan cismə təsir edən sürtünmə qüvvəsi 20 Newton oldu. Onda kütləsi 10 kiloqram olana 40 Newton təsir edər. Çünki sürtünmə qüvvəsi dediyimiz sürtünmə əmsalı bu reaksiya qüvvəsi, o da mühüm J olur. Eyni səth olduğundan əmsal eyni J eyni. Deməli, sürtünmə qüvvəsi kütlə ilə düz asılıdır. Kütləsi 5 kiloqram olana 20 Newton qüvvə təsir edirsə, 10 kiloqram olana 40 Newton təsir edir. İndi buradan biz təcili tapmalıyıq. Newton ikinci qanunu tətbiq etsək, F dartı minus F sürtünmə bərabərdir MA. Buradan dartı 50 Newton, çıxılsın sürtünmə 40 Newton bərabərdir 10 vur A-ya. Yəni 10A bərabərdir 10 olur. Deməli, aldığı təcil 1 metr bölünsün saniyə kvadratını vermiş olur. Cavab olur B variantı. Baxırıq növbəti sualımıza. Şaquli yuxarı atılmış cisim T bərabərdir T qalxma böl 3 müddətində H hündürlüyünə çatırsa, maksimal qalxma hündürlüyünün neçə H olduğunu tap. Deməli, bura yer səthi. Yer səthindən bir cisim şaquli yuxarıya doğru bir V0 sürətlə atılır. Və deyir ki, bu cisim T müddətə H hündürlüyünə çatır və bu T müddət T qalxma bölünsün 3'dür. Bizə deyir ki, indi bu cismin maksimal qalxma hündürlüyünü tap. Deməli, bir cismin maksimal qalxma hündürlüyünü bu üstünə baxa bilərəm. Ya V0 kvadrat böl 2J ilə baxa bilərəm. Ya da ki, JT qalxma kvadratı bölünsün 2. Hər hansı birindən tapa bilərəm. İndi burada bizə deyir ki, bunu H ilə ifadə etməliyik. O zaman əvvəlcə bu H-ın nə olduğunu bir tapmalıyam. Deməli, H şaquli yuxarı atılmış bir cisimdir. Şaquli yuxarı atılmış cismin də hündürlük düsturu nə idi? Deməli, bu olur V0T minus JT kvadratı bölünsün 2. Və burada indi T dediyimiz T qalxma böl 3'dür. Qalxma müddətində düsturu V0 bölünsün J olur da, yəni bunu da bilirik. İndi baxın, burada H-ın yerinə, bu H-da olan ifadələrə qalxma ilə əlaqəli ifadələr yazılır. H bərabər. V0'ı buradan alsaq nə olur? JT qalxma. JT qalxma. T nədir? T qalxma bölünsün 3.
minus j vurulsun. T nə idi? T qalxma bölü 3 idi. Kvadratı olur. T qalxma kvadrat böl 9 bölünsün 2. Deməli bu nə olur? Birinci hissə olur gt qalxma kvadratı bölünsün 3 minus gt qalxma kvadratı bölünsün 9 2'nin 18. Burada 18 orta məxrəc. 18'i 3'e böləndə 6. 6'dan birini çıxsaq qalacaq 5gt qalxma kvadratı. Yaxşı, h maksimal nə idi? Gt qalxma kvadratı böl 2. Deməli burada gt qalxma kvadratı böl 2'nin yerinə h maksimal qoysam bu 9'da 5 h maksimalı vermiş olur. Deməli bax, h hündürlüyü 9'da 5 h maksimal oldu. Buradan onda mən maksimal hündürlüyü alsam bu 9h bölünsün 5'i vermiş olacaq. Bax, maksimal hündürlük budur. 5'də 9h. Cavab olur C variantı. 12 nömrəli sual. 12'də deyir ki, elastikli qüvvəsi haqqında verilən fikirlərdən hansı doğrudur? Elastikli qüvvəsi. Deformasiya zamanı cismin zərrəciklərinin yer dəyişməsinə perpendikulyar yönəlir. Deformasiya etirici qüvvənin təsiri istiqamətinə yönəlir. Deformasiya etirici qüvvənin təsiri istiqamətinə perpendikulyar yönəlir. Deformasiya zamanı cisim zərrəciklərinin yer dəyişməsinin əksinə yönəlir. Deformasiya zamanı cisim zərrəciklərinin yer dəyişməsi istiqamətinə yönələr. Doğru D olacaq. Deformasiya zamanı, yəni elastik qüvvəsi nədir? Deformasiya zamanı cismi öz əvvəlki vəziyyətinə qaytarmağa çalışan qüvvə. Bu deməkdir ki, deformasiya zamanı olan hərəkətdəki zərrəciklərin hərəkətinin əksi istiqamətində yaranmış olur. Bu doğru cavab olur. O zaman D variantı. 13. Tam daxili qayıtma hadisəsi üçün doğru ifadələri müəyyən edin. Deməli, tam daxili qayıtma hadisəsi o hadisədir ki, deməli burada işıq şüası bir deyək ki, alfa 0 bucağı altında düşür və sınaraq digər mühitə keçmir, səthə paralel istiqamətdə yayılır. Bu bucaq adlanır deməli tam daxili qayıtmanın limit bucağı. Əgər bu bucağı artırsa, yəni bu düşmə bucağını burada artırsa, deməli artıq tam daxili qayıtma hadisəsi baş verə bilər. Yəni işıq şüası sınaraq öz əvvəlki mühitinə qayıdır. Bu olur tam daxili qayıtma hadisəsi. Yəni tam daxili qayıtma hadisəsinin baş verməsi üçün düşən işıq şüası limit bucağından daha böyük olmalı və bir də işıq şüası optik sıxlığı çox olan mühitdən az olan mühitə keçməli. Tam daxili qayıtmanın baş verməsinin iki şərti bunlardır. İşıq şüası optik sıxlığı çox olan mühitdən az olan mühitə keçməli, düzdür. Düşmə bucağı limit bucağından böyük olmalı. Bir də baxın 4 düzdür. Doğru cavab 1, 4, yəni D doğrudur. 14 nömrəli sual. Şəkildəki dəyişən cəryan dövrəsindəki tutum müqamətini təyin edin. Deməli, tutum müqaməti dediyimiz x-ə bərabərdir 1 bölünsün omega s. Deməli, biz bu dövrənin ümumi tutumunu tapmalıyıq əvvəlcə. Məsələn, bu dövrəni bir hərfləndirək. Bura k olsun, bura l olsun. Deməli, baxın, bura l olur. Bura başqa bir hərf, bura bir m deyərəm. Deməli, burada bir k var, bir m var, bir dənə də l var. K ilə m-in arasında sadəcə 7 s var. K ilə m-in arasında sadəcə 7 s var. M ilə L-in arasında, bax, burada 10 s ilə 10 s-nin ardıcılığı var. Bu indi 10 s ilə 10 s-nin ardıcılığından 2-yə böləndə ümumi 5 s çıxır da. Bir də ML-in arasında, bax, burada 6, 12, 4 var. ML-in arasında 6, 12 və 4. 6 s, 12 s və 4 s var. Bunlar M ilə L-in arasındadır. Başqa bir kondensatör qaldı mı? Xeyr. İndi bu dövrənin ümumi tutumunu alsaq, deməli burada, məsələn, 6 ilə 12-nin ardıcıllığında vurub cəminə bölürük, 72 bölü 18 edir 4s. 4s ilə də 4s-nin ardıcılığı olur 2s. Yəni aşağıdakı dövrənin ümumi tutumu oldu 2s. Bu 5s ilə 2s paralel toplanır 7s.
7S ilə də bu 7S ardıcıl. Deməli, bu dövrənin tutumu olacaq 7S bölünsün 2. Aparıb tutum müqaviməti düsturunda yerinə yazsam 1 bölünsün omega vur. Dövrənin tutumu 7S böl 2'dir. 2 qalxır. Yuxarı bu olur 2 bölünsün 2 böl 7 omega S. Doğru cevap olur B. Növbəti sual. Şəkildəki dövrədə olan mənbələrin hər birinin elektrik hərəkət qüvvəsi 12 volt. Daxili müqavimətləri isə 1.5 ohmdur. Buna əsasən dövrədəki cəryan şiddətini hesablayın. Deməli, bunlar paralel birləşib. İndi burada tam dövrədəki cəryan I bərabərdir. Epsilon böl R plus R. Deməli, paraleldə bir elektrik hərəkət qüvvəsi götürülür. Yəni, elə epsilon götürəcəm. Xarici müqavimət 1 dənədir, amma daxili müqavimətlər 3'ü bir-birinə paraleldir. Yəni, bura R böl 3 olacaq. Paraleli bu şəkildə hesablanır. Gətirib qiymətləri yerinə qoysam. Bir mənbənin elektrik hərəkət qüvvəsi 12 volt. Xarici müqavimət 3.5'dir. Baxın, daxili müqavimət 1.5'dir. Bunu 3'ə böləndə bu edir 0.5. Deməli, bu edir 12 bölünsün 4. O da 3 amperi vermiş olur. Cavab olur C variantı. 16. Oturacaq sahələri S, S və 2S olan K, L, M cisimlərinin kütlələri M, M və 2M'dir. Buna əsasən cisimlərin yeri göstərdiyi təzyiqləri müqayisə edin. Deməli, təzyiq dediyimiz təzyiq qüvvəsinin oturacaq sahəsinə olan nisbətidir. Bu, buradakı hallarda da baxın, kənar bir qüvvə yoxdur. Yəni, təzyiq qüvvəsi ilə cisimlərin ağırlığı olur. Yəni, birinci cismin təzyiq qüvvəsi elə MGS-dir. İkinci cismin təzyiq qüvvəsi elə MGS-dir. Üçüncü cismin də təzyiq qüvvəsi olur 2MG. O zaman burada birinci halda təzyiqi tapsam. Təzyiq qüvvəsi MG, oturacaq sahəsi S-dir. İkinci hala baxsaq, təzyiq qüvvəsi MG-dir, oturacaq sahəsi S-dir. Üçüncü hala baxsam, təzyiq qüvvəsi 2MG-dir, oturacaq sahəsi də 2S-dir. Ne oldu? Hər üçü də MG bölü S qalır. Yəni, təzyiqləri bir-birinə bərabər olur. 17 nömrəli sual. Doğru ifadələri müəyyən edin. Su dolu bir qaba kaplyar şüşə boru daxil edildikdə su kaplyar boruda H hündürlüyə qalxır. İndi bizə verilənlərdən hansının doğruluğunu soruşulur. Deməli, kaplyar boruda suyun qalxma hündürlüyü H bərabərdir. 2 sigma bölünsün rho J R ilə tapılır. İndi bizə birdən nə deyir? Kaplyar borunun en kəsik sahəsi daha kiçik olsaydı. Deməli, en kəsik sahəsini kiçiltmək, radiusu kiçiltmək deməkdir. Burada radius azalarsa, kaplyar borudakı mayenin qalxma hündürlüyü radiusundan tərsdir. Radius azalarsa, hündürlüyü artar. Bəli, kiçik olsaydı, H hündürlüyü artardı. Doğrudur. Səthi gərilmə əmsalı daha kiçik olan maye olsaydı H hündürlüyü azalardı. Hündürlük səthi gərilmə əmsalı ilə düzdür. Səthi gərilmə əmsalı daha kiçik olan maye olsa hündürlüyü azalar. Bəli, 2 də doğrudur. Suyun temperaturu daha yüksək olsaydı H dəyişməz. Xeyr, suyun temperaturu daha yüksək olsaydı səthi gərilmə əmsalı kiçik olacaqdı. O zaman ikinci şərtlə eyni ifadə olurdu. Yəni, səthi gərilmə əmsalı kiçik olduğundan hündürlük də kiçik olardı. Temperatur artanda suyun səthi gərilmə əmsalı azalır. Burada doğru cavab 1-2'dir. Yəni D doğrudur. Növbəti sual. Düz xətlə hərəkət edən maddi nöqtənin impulsunun proyeksiyasının zaman transisi qrafik verilmişdir. Qrafikə əsasən hansı hissələrdə əvəzləyici qüvvənin gördüyü iş mənfidir? Deməli, əvəzləyici qüvvənin işinin mənfi olduğunu axtarır. Əvəzləyici qüvvənin gördüyü iş kinetik enerji haqqında teorema görə kinetik enerjinin dəyişməsinə bərabərdir. Deməli, əvəzləyici qüvvənin işinin mənfi olması üçün kinetik enerjinin dəyişməsi də mənfi olmalı. Bu o deməkdir ki, cismin kinetik enerjisi azalmalıdır. Kinetik nə zaman azalar? Sürət azalanda, nə bilim, impulus azalanda. Biz deməli, burada harda impulusun azaldığına baxırıq. Impulus harda azalır? Baxın, bu R hissəsində. Bu hissədə impulus azalır. Deməli, həmin hissədə
görülən iş mənfi olacaq. K-da artır, M-də artır, L-lə N-də isə dəyişmir. Yəni K-da əvəzləyici qüvvənin işi müsbət, M-də əvəzləyici qüvvənin işi müsbət, L və N-də isə əvəzləyici qüvvənin işi sıfırdır. Azalan yalnız R-dədir. 19. Volt vur saniyə bölünsün kök altında farad vur joule. Deməli, yuxarıda volt vur saniyə qalsın. Aşağıda bu farad vur joule. Farad vur joule belə bununla gedin də SU kvadratı yox daha doğrusu. Q kvadratı böl 2S vardı. Buradan Q nəyə bərabərdir? Kök altında 2WS. Deməli, buradan klon bərabər olur. Kök altında joule vurulsun farada. Enerji vaydı joule, tutumun vaydı farad. Deməli, bax, bu ifadə bizə klonu vermiş olur. Bura klondur. Klonun da yerinə, indi bunu yazıram. Volt vur saniyə bölünsün klonun da yerinə yazıram. Amper vur saniyə. Q bərabərdir IT. Buradan saniyələr gedir, qalır volt böl amper. Volt böl amperdə U bölü, o da R. Yəni, naqilin müqavimətini vermiş olur. Cavab olar E variantı. Növbəti sual. Mayedə tarazlıqda olan kürələrdən ikinciyə təsir edən ağırlıq qüvvəsi 30 Newton. Həmin ipin gərilmə qüvvəsi isə 5 Newtondur. Buna əsasən birinci kürəyə təsir edən Arximed qüvvəsi. Deməli, burada ikinci kürəyə təsir edən ağırlıq qüvvəsi 30 Newton. Bu kürəyə təsir edən ağırlıq qüvvəsi verilib ki 30 Newtondur. Həmin bu ipdəki gərilmə isə verilib ki 5 Newtondur. Birinci kürəyə təsir edən Arximed. Burada mən ikinci kürəyə təsir edən Arximedi təyin edə bilərəm. Tarazlıq şərtinə əsasən bu kürəyə təsir edən Arximed ağırlığı ilə ip gərilməsinin cəmdir. O da 30 plus 5-dən olur 35 Newton. Mənə məsələdə deyir ki, birinci kürəyə təsir edən Arximed qüvvəsini tapın. Baxın, burada hər iki kürədə mayedə batıb, tam batıb. Deməli, təsir edən Arximed qüvvəsi o zaman bu olur. Rho maye J V cisim. Çünki batan hissə tamamilə batıb. Və eyni mayedədirlər. Onda Arximed qüvvəsi ilə mayenin həcminin düz mütənasına baxın. Deməli, həcmi V olan cismə 35 Newton Arximed təsir edir. Həcmi 2V olan cisim həmin mayedədirsə, həcmi 2 dəfə artan, Arximedi də 2 dəfə artar, 35-də 2 dəfə artar, 70 Newton var. Doğru cavab olur E variantı. 21 nömrəli sual. Rəqs konturunun induktivliyini sabit saxlamaqla tutumunu 16 dəfə azalsaq tezliyi necə dəyişər? Rəqs konturunun tezliyi bərabərdir 1 bölünsün 2pi kök altında LC. Deyir ki, tutumunu 16 dəfə azalsaq. İnduktivliyi sabit saxlayır, tutumu 16 dəfə azalır. Tezlik tutumla kök altı tərsdir. Deməli, tutum azalırsa tezliyi artır. 16 dəfə azalırsa kökü qədər, yəni 4 dəfə artmış olur. Cavab olur A variantı. 22. Eyni sürətlə hərəkət edən cismin trayektoriyanın 1, 2 və 3 nöqtələrindəki çəkiləri arasındakı hansı münasibət doğrudur? Deməli, birinci halda bu cismə təsir edən bir mc ağırlıq qüvvəsi var. Üfüqi səth üzərində hərəkət edir. Deməli, burada səthin reaksiyasını təyin etsək, bu reaksiya elə mc-yə bərabərdir. Səthin reaksiyasının əksi də çəkini vermiş orada. Yəni, belə deyək də, çəki dediyimiz cismin dayaq və askıya göstərdiyi təsir qüvvəsidir. Deməli, baxın, burada bu səthin, baxın, burada bir səthimiz var. Bunu biraz daha yaxşı. Baxın, burada bir səth var. Bu səthin üzərində də bir cisim var. Deməli, bu cismə mərkəzindən, yerin mərkəzinə doğru bir mc ağırlıq qüvvəsi təsir edir. Burada səthin bir reaksiya qüvvəsi olur. Həmin reaksiyanın da əksində cismin çəkisi var. Yəni, çəki nə idi? Cismin askı və dayağa. Bax, görürsünüz, burada dayağa olan cismin dayağa olan təsiri çəkidir və çəki ilə reaksiya qüvvəsi təsir və əks təsir qüvvələrində onun üçün qiymət bərabər istiqamət çəkisi olur. Yəni, biz elə reaksiyanı tapsaq çəkini təyin etmiş oluruq elə. Birinci halda budur.
İkinci hala geldiğimiz zaman deməli bu cismə aşağıya doğru bir MC ağırlıq kütləsi təsir edir. Burada deməli səthin reaksiyası yönəlir yuxarı. Və burada çeviri üzə hərəkətdə əvəzləyici mərkəzə doğru yönəlməli. Deməli burada o zaman bu reaksiya qüvvəsi MC-dən böyükdür. Deməli burada reaksiya MC-dən böyük olur. O da nə olur? Deməli M vurulsun mötərizədə J plus V kvadrat verir. Üçüncü hala geldiğimiz zaman deməli ağırlıq qüvvəsi aşağı, səth burada aşağıdadır. Səthin reaksiyası yuxarı olur. Və burada əvəzləyici qüvvə, yəni artıq bax, mərkəz aşağıda qalır. Əvəzləyici qüvvənin mərkəzə yönəlməsi üçün MC daha böyük olur. Yəni reaksiya qüvvəsi artıq MC-dən kiçik. Deməli onda N2 ən böyükdür. N2 ən böyükdür. Sonra N1-dir, MC-yə bərabərdir. Ən kiçik N3-dür. Çəki də bunun əksidir. Çəki də bir-birinə bərabər olur, yəni əks təsirdir. Yəni P2 böyükdür, P1, bu da böyükdür, P3 olur. 2, 1, 3 cavab olur D variantı. Növbəti sual. 30 dərəcə Selsi temperaturlu 4 litr su ilə 45 dərəcə Selsi temperaturlu 6 litr su qarışdırılarsa, qərarlaşmış temperatur neçə dərəcə Selsi olur? Deməli, T1 30 dərəcə Selsi, V1 4 litr, T2 45 dərəcə Selsidir, V2 6 litr. Qərarlaşmış temperatur. O zaman belə bir üstündən baxaraq. Delta T bərabərdir. T1 V1 plus T2 V2 bölünsün V1 plus V2. Bunları yerine koyduğum zaman deməli T1 30 V1 4 plus 45 vurulsun 6 bölünsün 4 litr plus 6 litr. Deməli yuxarı nedir? 120 plus 270 bölünsün 10. Bu da 490 bölü 390 bölü 10'du. O da 39 derece Celsius'ini vermiş olur. Cevap olur D variantı. Növbəti sualımız, tutumu 6S olan kondensator yükü 3Q, lövhələr arasındaki potansiyellər fərqi isə 12 voltdur. K kondensatoru yüksüz, L kondensatoruna yükünü itirmeden paralel qoşular. K kondensatoru yüksüz L kondensatoruna yükünü itirmeden paralel qoşularsa dövrənin gərginliyi neçə volt olar? Deməli biz əvvəlcə burada K kondensatorunun yükünü 3Q olarak görürük. Bak K'nın yükü burada 3Q'dur. İndi deyim ki tutumu da 6S'dir. Potansiyellər fərqi 12 voltdur. K kondensatoru yüksüz L kondensatoruna yükünü itirmeden paralel qoşularsa. Deməli indi burada K'nın yükü 3Q'dur. Deməli bu 3Q yine K ve L üçün burada bölünmüş olacaq. Yəni bu ikinci halda yine dövrənin ümumi yükü elə 3Q'ya bərabər olmalı. Yəni K ilə L'in yükünün cəminə bərabər olmalı. İndi burada biz dövrənin ümumi gərginliyini tapmaq istəyiriksə, dövrənin ümumi tutumunu taparıq AB'dən. Bu da 6S ilə 3S'nin ardıcıllığından, paralelliyindən üzr istəyirəm. Bu eləyəcək 9S. Deməli onda ikinci haldakı AB gərginliyi burada olur. Deməli AB'dəki yükün AB'dəki tutuma olan nisbəti. Bu da deməli olacaq 3Q bölünsün 9S. Yəni bu olur 3'də 1 vurulsun, Q bölünsün S'yə. İndi biz bunu voltla ifadə etməliyik. Şəkil 1'də 12 volt nəyin üzərindədir? 6S'nin üzərində, yükü də 3Q'dur. Deməli burada 3Q nəyə bərabərdir o zaman? 6S vurulsun 12. Yəni Q dediyimizə nə qalır buradan? 24S qalır da, düzdürmü? 6 ilə 3 gedir 2, 24S. Bax bu Q'nün aldığımızı gətirib yerinə yazıram. Deməli AB'dəki gərginlik bərabərdir. 3'də 1 vurulsun. Q'nün yerinə yazıram 24S bölü S'yə. Bu S'lər gedər 24 bölü 3 8 voltu vermiş olur. Deməli ikinci halda gərginlik 8 volt. Növbəti sual.
F1 və F2 qüvvələrinin əvəzləyicisinin OX və OY oxları üzrə proyeksiyalarını tapın. Hər bir qüvvənin X və Y oxundakı proyeksiyası. F1'ə baxsaq, baxın bu X oxundakı proyeksiyasıdır, bu Y oxundakı. Deməli F1'in X oxundakı proyeksiyası, bu Y oxu, bu X oxu. İndi X oxu nə edir? Bax, 1-dən başlayır, 3'ə gəlir. Yəni 2'dir. F1'in Y oxundakı proyeksiyası nə olur? F1'in Y oxu 2'dən başlayıb 6'ya gəlir. Bu olur 4. Daha sonra indi eyni qaydada F2'ni də proyeksiya ayırarıq. Deməli, bu F2'nin bir proyeksiyası olur. Burada F2'nin bir proyeksiyası. Deməli, F2'nin Y oxundakı proyeksiyası 2'dən 1'ə gəlir. Yəni, -1 olur. F2'nin Y oxundakı, X oxundakı proyeksiyası isə 1'dən 5'ə gedir. Yəni, F2'nin X oxu 1'dən 5'ə 4 olur. Deməli, onda yekunda belə bir şey almışıq. Baxın, yuxarı bir 4 vardı, aşağı 1 aldıq. Deməli, bu ikisinin əvəzləyici yuxarı 3 qalır. Yəni, FY olur 3 newton. Yuxarıya doğru və müsbət. X oxunda isə sağda bir 2 vardı, bir dənə də sağa doğru 4 aldıq. Deməli, sağa 6 çıxır. Sağa 6 hər bir zaman 1 newton, o da Fx olur 6 newton. Deməli, Fx 6'dır, Fy 3'dür. Nömrəli soru. Çəkisi nəzərə alınmayan bloklarla qurulan şəkildəki sistem tarazlıqdadır. Buna əsasən F qüvvəsinin neçə P olduğunu təyin edin. Çəkisi nəzərə alınmayan bloklardır. Deməli, burada ipi F qüvvəsi dartır. Deməli, ipi hər yerində gəlirmə F olacaq. Eyni ipdən, baxın, burada F'dir. Eyni ip bura qədər gəlir. Burada F'dir. O zaman bu bloka baxsın. Yuxarıda 2F var. Deməli, aşağıda 2F olmalı və həmin ip aşağıdakı bloku yuxarı dartır 2F. Bu 2F ise eyni ipdən, o zaman burada 2F olur. Deməli, bu bloka baxsın. Yuxarıda 4F var, aşağıda isə P vardı yalnız. Deməli, F buradan P bölünsün 4'ü vermiş olur. Doğru cavab olur A variantı. 27. Qazın təzyiqi 200 kilopaskaldır. Əgər daxili enerjisi 9 kilojol, həcmi isə 0,3 metr kub artarsa, qaza verilən istilik miqdarı neçə kilojol olar? Deməli, burada qazın təzyiqi 200 kilopaskal, yəni bu bir növ sabit təzyiqdə gedən bir prosesdir. Sabit təzyiqdə bu proses gedirsə, sabit təzyiqdə termodinamikanın birinci qanuna görə daxil enerjinin dəyişməsi qaza verilən istilik miqdarının 0,6-sı idi. Deməli, buradan onda Q-nü alsa, bu elə delta U bölünsün 0,6 olur. O da 9 bölünsün 0,6, yəni 90 bölü 6. Bu deməli nedir? Deməli 15 kilojolu vermiş olur. Doğru cavab olar A variantı. Ya da belə də tapa bilərdim. Sistemə verilən istilik miqdarı daxil enerjinin dəyişməsi ilə qazın gördüyü işin cəmidir. Qazın gördüyü işə də P delta V yazardın və toplayardın. Eyni cavab alacağız. 28. Verilmiş kütləli ideal qazın sıxlığının temperaturdan asılılığı olan 1, 2 və 2, 3 prosesləri hansı proseslərdir? Deməli, 1, 2'yə baxırıq ki, sıxlıq sabitdir. Şimdi baxın, burada verilmiş kütlə deyir, yəni rho bərabər M böl V-yə əsasən kütlə sabit, sıxlıq sabit. Deməli, həcm də sabitdir. Yəni, 1, 2 izoxor bir prosesdə həcm sabitdir və temperatur azalır. Demək ki, bu olur izoxor soyuma. Bir izoxor soyumadır, elə bir cavab var. İkinci qrafikə baxdığımız zaman isə temperatur sabitdir, yəni izotermikdir. Sıxlıq artır. Sıxlıq artırsa həcm azalar. Yəni, bu olur izotermik sıxılma. Doğru cavab olur C variantı. 29. Sürət artdıqca havanın müqavimət qüvvəsi artır. Buna əsasən V0 başlanğıc sürəti ilə üfüqə nəzərən bucaq altında atılmış topun təcili hansı nöqtədə ən kiçik olur? Deməli,
top yukarı atıldı. Bak burada hareket istikameti bu. Bu maksimala çatanda yalnız süratin üfüqi toplananı olar. Yani burada Vx olur. Sonra aşağıya doğru gelir. Bu V0'dır. Geldik burada da, yani burada Vn'deki sürətdir. Burada da Vp'deki. Burada L'deki sürət. İndi bu cismə təsir edən qüvvələri göstərmək üçün təcil istənilirsə qüvvələr lazımdır. Deməli, K'da ağırlıq qüvvəsi aşağıya doğru. L'də də ağırlıq qüvvəsi aşağıya doğru, yəni yerə doğru. N'də də yerə doğru. Burada N'də də ağırlıq qüvvəsi aşağıya doğru. P'də də ağırlıq qüvvəsi aşağıya doğru. Gəldik bir də havanın müqavimət qüvvəsinə. Havanın müqavimət qüvvəsi hərəkətin əksinədir. Bax, K'da cisim yuxarıdır. Deməli, burada olur müqavimət qüvvəsi hərəkətinin əksinə. L'də cismin hərəkət istiqaməti bu, müqavimət qüvvəsi olur, bax bu şəkildə. N'də müqavimət qüvvəsi olur bu formada. N'də müqavimət olacaq bu şəkildə. P'də müqavimət olur bu formada. Yəni tam hərəkətin əksinə. Məsələdə deyir ki, cismin sürəti artdıqca havanın müqavimət qüvvəsi də artır. Deməli, indi bax, bu cisim yuxarı qalxanda sürət azalır. Deməli, müqavimət azalır. Aşağı gələndə isə sürət artır, müqavimət artır. Deyir ki, topun təcili harda ən kiçik olar? Təcil dediyimiz cisim üzərindəki əvəzləyici qüvvənin cismin kütləsinə olan nisbətdir. Bu kütlə sabit. Deməli, biz əvəzləyiciyə baxırıq. Əvəzləyici qüvvə harda ən kiçik olur? Bunu da vektorlardan bilməliyik ki, iki vektor arasındakı bucaq, nə qədər kiçik olarsa, əvəzləyici qüvvə bir o qədər böyük olur. İki vektor arasındakı bucaq nə qədər böyük olarsa, əvəzləyici bir o qədər kiçik olar. Bax, məsələn, burada K'da bu vektorlar arasındakı bucaq əvəzləyici ən kiçikdir. Deməli, K'dakı əvəzləyici qüvvə ən böyük qiymətlərində ola bilər. K'dakı əvəzləyici ən böyük olar. Amma P'də vektorlar arasındakı bucaq ən böyükdür. Burada əvəzləyici qüvvə o zaman ən kiçik qiymətini almış olacaq. Bax, P'də əvəzləyici qüvvə ən kiçik olacaq. Həm də nə deyirdi? Sürət artdıqca müqavimət artır. Sürət aşağı gələndə artır. Yəni, bax, burada P'də maksimum sürətdə olar. Deməli, buradakı əvəzləyici qüvvə də maksimum olar. O zaman ən kiçik əvəzləyici qüvvə, yəni müqavimət qüvvəsi maksimum olacaq. Deməli, ən kiçik əvəzləyici qüvvə, baxın, P'də çıxır. Ən kiçik əvəzləyici P'də olduğundan, ən kiçik təcil də elə P'də olacaq. Sürtünmə əmsalı 0.2 olan üfüqi səth üzərinə qoyulmuş 6 kiloqram kütləli cismə səthə paralel istiqamətdə 6 Newton qüvvə təsir edir. Bu zaman yaranan sürtünmə qüvvəsinin neçə Newton olduğunu hesablayın. Deməli, bir üfüqi səthimiz var. Üfüqi səth üzərində bir dənə, deməli, 6 kiloqram kütləli bir cisim var. Deyir ki, cismə səthə paralel istiqamətdə 8 Newton qüvvə təsir edir. Təsir edən dartı qüvvəsi 8 Newtondur. İndi bizə deyir ki, bu cismə təsir edən sürtünmə qüvvəsi neçə Newton var? Biz hal-hazırda bu cismin hərəkət edib etmədiyini bilmirik. Amma bunu tapa bilərik. Bu cismi hərəkət etdirmək üçün lazım olan minimum qüvvə, o sürüşmə sürtünmə qüvvəsi qədərdir. Sürüşmə sürtünmə qüvvəsinə sürtünmə əmsalı bu reaksiya, o da müəyyən bir şey olur. Yerinə qoysaq 0.2 vurulsun 6 bu J. Deməli, bu cismi hərəkət etdirmək üçün lazım olan minimum qüvvə 12 Newton olmalıdır. 12 Newtondan kiçik qüvvənin təsiri ilə bu cisim hərəkət etməz. Cismə 8 Newton qüvvə təsir edir. Hərəkət edəcəkmi? Etməyəcək. Bu cisim sükunət halında qalacaq. Sükunətdədirsə, təsir edən sürtünmə sükunət sürtünmə olur. Sükunət sürtünmə qüvvəsi də həmişə dartıya bərabər var. Yəni, dartı 8-dirsə, sükunət sürtünmə qüvvəsi də elə 8 Newton olacaq. Cavab olar B variantı. 31. Maqnit seli 0.4 V1-dən 0.8 V1-ə qədər artdıqda maqnit sahəsi enerjisi 2 joule artıb, induktivliyi tapın. Deməli, burada maqnit seli birinci halda 0.4, ikinci halda 0.8'dir.
O zaman bu üstündən baxıram da maqnit sahəsinin enerjisinə. Fi kvadratı bölünsün 2 ilə. Deməli deyək ki, maqnit sahəsi 2 joule artır. Yəni ikinci haldakı enerji birinci haldakı enerjidən 2 joule çoxdur. İkinci halı olur. Fi 2 kvadratı bölünsün 2 bərabər olur. Birinci hal olur. Fi 1 kvadratı bölünsün 2 plus 2. Bunların qiymətlərini yerinə qoysaq, fi 2 0.8 kvadratı 0,64 böl 2 bərabərdir. 0,16 bölünsün 2 plus 2'ye. Deməli bu eləyir 0,32 böl L bərabərdir. 0,8 böl L plus 2. Bunu çıxsa 0,24 böl L bərabər 2 olur. Deməli 2L 0,24'dür. O zaman induktivlik 0,12 Henry'ni vermiş olur. Cevap olur B var. Sonra 32 nömrəli soru. Cisim H hündürlüyündən V0 başlanğıc sürəti ilə üfüqə nəzərən bucaq altında atılmışdır. Cismin qalxa biləcəyi ən yüksək H hündürlüyündə kinetik enerjisini təyin edin. Deməli, tam bu nöqtədəki kinetikini tapmalıyıq. Bunu enerjinin saxlanma qanununa yazırıq. Deməli, enerjinin saxlanma qanununa ilk enerji son enerjiyə bərabər olmalı. Baxın, bu cisim bu nöqtədən atılanda ilk enerjisi nədir onun? Onun ilk enerjisi həm müəyyən V0 sürəti atıldığı üçün bir kinetiki var, V0 kvadrat bölü 2. Həm də yerdən H qədər hündürlükdə olduğu üçün potensialı var, mgh. Gəldi, bax, bu nöqtə bunun sonudur. Deməli, buradakı son enerjisi nə olur? Deməli, bu nöqtədən həm müəyyən bir sürətlə keçəcəyi üçün, yəni burada bir kinetik enerjisi var, həm də yerdən H qədər yuxarıda olduğu üçün həmin nöqtədə bir mgh-lıq potensial. İlk enerji son enerjiyə bərabər olmalı. Yəni, mv0 kvadratı böl 2 plus mgh bərabərdir. Y kinetik plus mgh. Buradan onda kinetiki alsaq bu olur. mv0 kvadratı böl 2 plus mgh minus mg böyük h. Belə bir ifadəni verir. O da D olacaq. Rabitə enerjisi 320 megaelektrovolt olan oksigen 816 izotopunun xüsusi rabitə enerjisi. Deməli, xüsusi rabitə enerjisi bərabərdir. Rabitə enerjisi bölünsün nukleon sayına. Burada o zaman yerinə qoysaq, deməli, rabitə enerjisi 320, nukleon sayda 16'dır. Deməli, xüsusi rabitə enerjisi o zaman 20 mega elektrovoltu vermiş olur. Cavab olur E. 34. Bir metalın səthindən Y1 enerjili foton göndərdikdə qopan elektronların kinetik enerjisi 1 elektrovolt. Y2 enerjili foton göndərdikdə isə qopan elektronların kinetiki 9 elektrovoltdur. Y1 bölü Y2 1 bölü 3'dür, çıxış işini tap. Deməli, eyni metal olduğu üçün çıxış işi sabit. Fotoeffekt üçün Einstein təliminə əsasən də Y foton bərabərdir. Y kinetik plus A çıxışdır. Deməli, birinci halda Y1 enerjili foton göndərir. Kinetik enerji bu zaman olur 1 elektrovolt plus A çıxış. Y2 enerjili foton göndərəndə kinetik enerji 9 elektrovolt olur plus A çıxış. Yaxşı, bunların o zaman nisbətini götürürüm. Y1 bölü Y2'ni burada mənə 1 bölü 3 verib. Yəni bu elə 1 bölü 3'ə bərabər olur da. Deməli, bu onda olur 3 plus 3A çıxış bərabərdir. 9 plus A çıxışı. Deməli, 2A çıxış bərabər 6'dır. O zaman çıxışı 6 bölü 2'dən 3 elektrovoltu vermiş olur. Cavab olur E variantı. 35. Cismi tərpənən blok vasitəsilə H hündürlüyə qaldırmaq üçün 30 Newton qüvvə sərf olunur və 80 joule iş görülür. Bu cismi tərpənməz blok vasitəsilə H hündürlüyə qaldırmaq üçün sərf olunan F qüvvəsini
və görülən A işini tap. Deməli, cisim əvvəlcə tərpənən blokda. Deməli, burada bir tərpənən blokumuz var. Tərpənən blokda hər hansı bir cismi H hündürlüyə qaldırmaq üçün ipə təsir edən qüvvə 30 Newtondur və görülən iş 80 Joule. İndi deməli, tərpənən blokda cismi H qədər yuxarı qaldırmaq istəyiriksə, deməli, ipi 2H qədər də artırır. O zaman görülən iş, deməli, burada ipin gördüyü işdir. O olur, ipə təsir edən qüvvə vur ipin yolu. Deməli, 80 dediyimiz 30 vurulsun 2H'dır. Buradan o zaman H'ı bir təyin edək. Bu 8 bölünsün 6 olur. Yəni 4 bölü 3. Bu qədərdir. Yəni H budur. İndi deyir ki, bu cismi tərpənməz blokla. Deməli, indi tərpənməz blokumuz var. Eyni yükü nə qədər qüvvə tətbiq edərək qaldırarıq və nə qədər iş görürlər. İndi tərpənməz blokda sən bunu H qədər yuxarı qaldırmaq istəyirsən. Tərpənməz blokda deməli, tətbiq olunan qüvvəni indi buradan tapsın. Tərpənən blokda bu 30 Newton idisə, deməli, onun yükə təsir edən ağırlıq qüvvəsi 60 Newtondur. Yəni, F mg'nin yarısıydı. İndi burada olan 60 Newtondur. Mg'si 60. Tərpənməzdə F mg'yə bərabərdir. Deməli, F2 də o zaman burada olur 60 Newton. Bəs indi görülən iş nə olur? Görülən iş tapanda burada yükü H qədər yuxarı qaldırmaq üçün ipi də H qədər aşağı gətiririk. Yəni, bu elə 4 bölünsün 3 metr aşağı gətirmiş olur. Onda görülən işi tapsaq, F2 vurulsun H ipdən, deməli bu olur 60 vurulsun 4 böl 3'ə. O da 240 bölü 3, bu elə 80 Joule vermiş olacaq. Deməli, qüvvə 60 Newton, görülən iş 80. Cavab olur C variantı. Doymuş buxarı izotermik sıxlıqda buxarın kütləsi və konsentrasiyası necə dəyişər? Doymuş buxarı izotermik sıxlıqda. Deməli, izotermik prosesdə doymuş buxarın təzyiqi, sıxlığı, konsentrasiyası nə idi? Həcmdən asılı deyildi. Yəni, doymuş buxarın konsentrasiyası dəyişməzdi. Kütləyə gələndə isə doymuş buxarın kütlə düsturu rho V, bunun sıxlığı da dəyişmir izotermik olduğu üçün. Sıxdıqları üçün həcm azalır. Deməli, doymuş buxarın kütləsi də o zaman azalmış olur. Suyun kütləsi isə artır. Buxarın kütləsi azalar, konsentrasiyası dəyişməz. Növbəti sual. Periodu 1,2 mm olan difraksiya qəfəsində 600 mikrometr uzunluqlu dalğadan alınmış birinci tərtib maksimum uyğun meyl bucağının sinusu. Maksimumlar şərti difraksiya qəfəsində D sinus V bərabər K lambdaydı. Deməli, buradan biz meyl bucağının sinusunu tapmalıyıq. Bu olur K lambda bölünsün, deməli D. O zaman yerinə qoysaq, deməli, birinci tərtib, dalğa uzunluğu 600 mikrometr, yəni 600 vur 10 üstü mənfi 6 metr. 1,2 mm, yəni 1,2 vur 10 üstü mənfi 3 metr. İndi bunu deməli hesablasaq, yuxarıda bura eləyir, deməli 6 vur 10 üstü mənfi 4 bölünsün 1,2 vur 10 üstü mənfi 3. Deməli bu eləyir 50 vur 10 üstü, daha doğrusu 5 vur 10 üstü mənfi 1, o da eləyir 0,5. Meyl bucağının sinusu olur 0,5, 2'də 1. 38 nömrəmiz. Verilmiş radiuslu çevrə boyunca hərəkət edən maddi nöqtənin xətti sürətini 3 dəfə artırdıqda onun periodu necə dəyişər? Deməli, xətti sürətin düsturu 2πr böl t. Verilmiş radius deyir, radius sabit, sürətlə period tərs asılı olur. Deməli, burada sürəti 3 dəfə artırmışıqsa, dövr etmə periodu 3 dəfə azalar. Cavab olar D variantı. 39.
Değişen cəryanın periyodunu artırdıqda aktiv müqavimət, tutum müqavimət və induktiv müqavimət necə dəyişir? Aktiv müqavimət periyoddan asılı deyil, aktiv müqavimət dəyişməz. Tutum müqaviməti dediyimiz 1 bölünsün omega s'dir. O da deməli 2 pi böl t idi. T qalxır yuxarı bursaya. Yəni periyod artırsa tutum müqaviməti də artar. İnduktiv müqavimət dediyimiz isə omega l'dir. O da 2 pi l böl t olur. Yəni induktiv müqavimət periyodla tərs asılıdır. Periyod artarsa induktiv müqavimət o zaman azalmış olar. Değişməz, artar, azalır. Yəni B olur. Nömrəli sual. Elementar zərrəciklər və ifadələr arasında uyğunluğu müəyyən edin. Alfa zərrəcik helyumlar selidir və müsbət yüklü zərrəcikdir. Müsbət yüklü zərrəcik alfa. Elektromaqnet qarşılığı təsirin ölçüsü bu foton. Helyum atomunun nüvəsidir. Helyum atomunun nüvəsində bu alfa zərrəcikdir. Kvark modelinə görə 3 kvarkdan ibarətdir. Bu neutrondur. Deməli 1U, 2D kvarkından ibarətdir. Bu neutrondur. Vakuumda işıq sürətə yayılır. Bu fotondur. A, S, B, Y, D. Yəni A variantı doğru olur. Sonra 41. Doğru ifadələri müəyyən edin. Monoxromatik işığın iki mühitin sərhədinə düşmə bucağı sınma bucağından böyükdür. Deməli, düşmə bucağı sınma bucağından böyükdür. Deməli, bax, bu düşmə bucağıdır. Biraz daha yapacaq. Deməli, bizə verilib ki, düşmə bucağı, baxın, budur. Deyir ki, sınma bucağından böyükdür. O zaman bu şua, deməli, sınaraq perpendikulara yaxınlaşmış olur. Onun üçün düşmə bucağı daha böyükdür. Bucaq azaldı. Bucaq azaldısa sındırma əmsalı artır. Yəni N2 N1-dən böyükdür. Bir doğrudur. Dalğa uzunluğu və sürət sındırma əmsalının tərsidir. Deməli, dalğa uzunluğunda 1-2-dən böyükdür. Sürətdə də 1-2-dən böyük olacaq. Mühitin sürətlərində. Tezlikdə isə işıq şüası bir mühitdən başqa mühitə keçəndə sürət tezliyi dəyişmir. Bir də 6 doğru olar. Yəni 1, 3, 5, 6 doğrudur. D doğrudur. Növbəti sual. İçində 70 cm kub su olan qabın kütləsi ilə birlikdə qabın su ilə birlikdə kütləsi şəkil 1-də 180 qramdır. Qabın içərisində yavaşca daşı sərbəst buraxdıqda su səviyyəsi 110 cm kub olur. Qabın kütləsi içərisində su və daş olduğu zaman 400 qram olduğuna görə daşın sıxlığını tapın. Deməli, birinci şəkildə burada kütlə 180 qram. Deməli, bu qabın kütləsini nəzərə almayan hər iki halda da var. Deməli, burada o zaman suyun kütləsində bu 180 qramdır. Deyir, ikinci şəkildə isə qabın kütləsi içərisində su, daş olduğu zaman 400 qram. Deməli, indi burada, baxın, suyun kütləsində bir dəyişmə olmaz. Yəni, əvvəl 180 qram su varsa, yenə də 180 qram su olur. Deməli, ikinci halda da qabın içərisində olan suyun kütləsi 180 qramdır. Burada kütlə 400 qram olubsa, deməli, daşın kütləsi nə olurdu? O zaman daşın kütləsini həmin anda deyə bilirik ki, daşın kütləsi 320 qramdır. Çünki kütlə 400 qram olubsa, bunun 180 qramı sudur. 320 qram daşın kütləsi. İndi bizə deyir, daşın sıxlığını tap. Daşın sıxlığı olur daşın kütləsi bölünsün daşın həcmi. İndi daşın kütləsi məlum 320 qramdır. Bəs daşın həcmi nədir? Burada daşa görə yerini dəyişən mayenin həcminə qədərdirsə o qədər. Əvvəl qabın içərisində 70 cm kub su vardı. İndi 110 cm kub olub. Deməli, daşa görə burada yerini dəyişən suyun həcmi 40 cm kubdur. Bu elə daşın həcmidir. Bölünsün 40-a, sıxlığı o zaman 8 qram böl santimetr kubu verir. Neyse səhvə getdik. Bu arada üz üstə bu 220 eləyər. 320 yazmış. Ümumi 400 olmalı. Bu 220'dir. Bu deməli 5,5 qram böl santimetr kubu verir.
Sonra 43. Metal naqili soyutluqda ampermetrin və voltmetrin göstərişi necə dəyişir? Metalların müqaməti temperaturla düz mütənasib asılıdır. Metalı soyuduruqsa müqamət azalır. Müqamət azalırsa, deməli dövrədən çıxan cəryan o zaman artar. Yəni ampermetrin göstərişi artar. Bu voltmetrə gələndə bu voltmetr mənbəyə qoşulur. Qapalı dövrədə mənbəyə qoşulan voltmetrin göstərişi epsilon minus R ilə tapılır. Epsilon sabit, R sabit. Cəryan artdı. O zaman bu fərq azalar. Yəni gərginlik burada azalmış olur. Ampermetr artar, voltmetr azalar. Cavab olur D variantı. Növbəti sual. Hansı keçiddə hidrogen atomunun ən böyük tezlikli foton şüalandırır? Ən böyük tezlikli foton şüalandırdığı zaman ən böyük enerji şüalandırmış olur. Burada da xəttin uzunluğunun ən böyük olduğu hala baxırıq. Yəni harda xətt daha uzun ola bilər? Bax, məsələn, burada Y3-dən Y2-yə, Y5-dən Y3-ə, bax, bura Y6-dan Y2-yə. Burada daha çox enerji şüalandırmış olur və xətt də burada daha uzundur. Yəni 6-cı energetik səviyyədən 2-yə keçir. Onun üçün tezliyi böyük olan foton burada şüalanır. 45. Radioaktiv uran 92-237 izotopu 1 alfa zərrəcik və 2 beta zərrəcik udarsa, deməli uran 92-237 1 alfa zərrəcik, 2 də beta zərrəcik udarsa. Deməli, baxın, burada bu nə olur? Uran 92-237 üzərinə gəlsin. Alfa dediyimiz helyumlar seli 2-4'dür. Üzərinə gəl 2 beta dediyimizdə elektronlar selidir. Mənfi 1-0. O zaman burada nə alır? Deməli, nukleon sayı ilə getsək 237, 4, bu da 0. Bu eləyir 241. Yüklə getsək 92 plus 2 plus 2 vur mənfi 1. Deməli, bu eləyir 90. Deməli, yükü 90, nukleon sayı 241. Bu olur tellurda yəqin. Cavab olur D variantı. 46 nömrəli soru. Sabit kütləli ideal qaz üzərində gedən AB proses zamanı molekulların orta kvadratik sürəti necə dəyişər? Orta kvadratik sürətin, baxın, belə bir düsturu vardı. Kök altında 3PV bölünsün M deyə. Yəni, orta kvadratik sürət təzyiqlə də, həcmlə də düz asılıdır. Burada, deməli, təzyiq P0-dan 2P0-a gedib, təzyiq 2 dəfə artıb. Həcm də V0-dan 2V0-a gedib, həcm də 2 dəfə artıb. Deməli, burada kökün altı 4 dəfə artır. Kökün altı 4 dəfə artırsa, sürət o zaman kökü qədər, yəni 2 dəfə artmış olar. Cavab olur A variantı. 47. Bizdən şəkil müstəvisinə doğru perpendikular yönəlmiş bir ciz maqnit sahəsindən şəkildə kimi çevri üzə hərəkət edən yüklü zərrəciklərdən hansıları müsbət yüklüdür? Burada Lorentz qüvvəsini tapırıq. Əgər yəni Lorentz qüvvəsinin istiqaməti sol əl qaydası ilə ödənilirsə, deməli müsbətdir, ödənmirsə mənfi. Və qüvvə də çevri üzə hərəkətdə həmişə mərkəzə doğru yönəlməli. Bax, burada da mərkəzə doğru yönələcək. İndi birinci halda, baxın, sahə bizdən şəkil müstəvisinə doğrudur. Sol əl qaydasına əsasən ovcumuzun içini görməliyik ki, B'lər ovcumuza daxil olsun. Deməli, ovcumuzun içini görürük. 4 barmaq əvvəl K üçün baxıram. V-ni göstərəndə baş barmağım yönəlir sola doğru. Bu sağ olmalı. Tapdığımın əksidir. K mənfidir. El üçün baxıram. Yenə sahə bizdən şəkil müstəvisinə doğru ovcumun içini görürəm. 4 barmağım aşağı V-ni göstərəndə baş barmağım qalır sağa doğru. Amma sola olmalı. Bu da o zaman mənfidir. M üçün baxıram. 4 barmağım V-ni göstərəndə baş barmağım yuxarı qalır. Bəli, verilən şərt ödəndi. Deməli, M müsbətdir. Yalnız M müsbət yüklüymüş. Tərpənən blokda ip H hündürlüyünə T müddətə qaldırılırsa, yükün sürətini təyin edin. Deməli, bir dənə tərpənən blokumuz var. M kütləli bir yük. Tərpənən blokda deməli deyir ki, ip H hündürlüyə T müddətə qaldırılırsa, deməli ipin yolu H-dır. Yükün sürətini tapın. İndi tərpənən blokda
ip, 2h yük idi, düzdürmü? Deməli onda ipin yolu h'dırsa bu 2h yük olur. O zaman yükün yolu demek ki h bölünsün 2 idi. Şimdi biz yükün sürətini tapmalıyıq. Yükün sürəti olur yükün yolu bölünsün zaman. Zaman eyni olar. Yəni sən ipi t müddət dartmısansa, yük də t müddət qalxacaq. Deməli yükün yolu oldu h bölü 2 bölünsün t'yə. Bu o zaman olur h bölünsün 2t'yə. Bu olur yükün sürəti. Yəni 49 nömrəli sual. Verilmiş sarğacıdan keçən yükün zamandan asılığı 3 plus 5t qanunu dəyişir. Maqnit sahəsi enerjisinin zamandan asılılıq qrafiki hansıdır? Maqnit sahəsi enerjisinin zamandan asılığı. Deməli burada yük 3 plus 5t qanununa dəyişir. Maqnit sahəsinin enerjisi dediyimiz bu Li kvadratı bölü 2. Deməli biz cəryanı tapmalıyıq. Şimdi baxın, sarğacdan keçən yük bu qanuna dəyişirsə, cəryan yükün zamana görə törəməsi idi. Bunun törəməsini alsaq, 3-ün törəməsi 0, 5t'nin törəməsi eləyir 5 amper. Deməli onda maqnit sahəsinin enerjisinin zamandan asılı qalmır. Çünki cəryan sabit cəryan oldu. Sarğacın induktivliyi sabit, verilmiş sarğac deyil. Cəryan sabit, o zaman maqnit sahəsinin enerjisi də zamandan asılı olmadan sabit qalacaq. Bu da olur B variantı. 50 nömrəli sual. X oxu üzrə hərəkət edən cismin 0-2t zaman müddətində getdiyi yol 2t, 3t zaman müddətində getdiyi yoldan 80 metr azdır. Buna əsasən cismin 3t müddətində getdiyi yol. Deməli 0t zaman müddətində getdiyi yol baxın buradır. 2t, 3t zaman müddətində isə getdiyi yol baxın bura olur. Deməli bu yolu, buradaki yolu S1, buradaki S2 olsun. Deməli S1 yolu S2 yolundan 80 metr azdır. S1, S2'dən 80 metr azdır. S1 yolu dediğimiz nedir? VT bölünsün 2. S2 nədir? VT gelir. Minus 80. Deməli buradan onda VT bölünsün 2 beraber 80'dir. Deməli VT dediğimiz 160 olur. Şimdi deyir ki bu cismin ümumi 3t müddətinə yolunu tapın. Deməli bura oldu VT bölü 2. Burada VT olur. Bu da VT almışıq. Deməli bu cismin ümumi yolunu tapsaq, bunları toplasaq bu 2/5 VT'ni vermiş olur. Bu da yani 2'də 5 vurulsun 160. O da nedir? Bunlar geçsə 80, bu da 400 metri vermiş olur. Cavab olar C variantı. Belə müəllimlər, bu da sonuncu sualımız idi. Yine sınavlarımız olacak imtihana kadar. Yine de izahlarını paylaşacağım. Videonu beğenip paylaşın. Daha çok müəllimlər faydalansınlar. Sağ olun, sağ olun, qalın. Hələlik.